Interrogative sentences sual cümlələrinə aid testlərlə tanış oluruq. Birinci test tapşırığında yesterday'in altından xətt çəkilib gördüyümüz kimi yesterday'e sual veririk və whenlə başlayırıq. Məsələn, A variantında biz baxırıq ki, zaman keçmiş zamandır. Ona görə biz do-la sualı verə bilmərik, did-lə verməliyik. B variantında sual sözünün yəni sıralaması düzgün deyil. Burada köməkçi feil gəlməlidir. C variantında wrote olub, wrote deyil, write olmalıydı. Keçmiş zaman indiki zamana çevrilməliydi did istifadə olunduğuna görə. D variantı doğrudur. Y variantında sual forması düzgün deyil. How often-dan deyil, biz when-lə sualı verməliydik. İkinci test tapşırığında yenidən yesterday'e sual veririk. Məsələn, B variantını çıxırıq. Rich olmayacaqdı, rich olacaqdı. C variantında deməli C variantı düzgündür. D variantı yesterday yenidən işlədib düzgün deyil. Y variantında söz sırası düzgün deyil və A variantı həm yesterday burada istifadə edib, biz yesterday sual veririksə burada işlənməməlidir, düzgün deyil. Üçüncü tapşırıqda a lot of, çoxlu, nə qədər sualı ilə başlamalıyıq. A, B-ni çıxırıq. How many sugar olmaz, many yox. Sayıla bilməyən olduğuna görə sugar-nə much-dan istifadə edəcəyik. Və söz sırasında bildiyimiz kimi sual sözündən sonra köməkçi feil gəlməlidir. Is deyə olacaq, there is olmaz və D variantı düzgündür. Baxırıq dördüncü tapşırığa. Dördüncü tapşırığın cavabı baxdıqda C variantı olacaq. Which of you broke my pen? Sizin hansınız mənim qələmimi sındırdı? C variantı düzgündür. Beşinci tapşırıqda biz görürük ki, indiki bitmiş zamanda işlənib zaman. B variantı düzgün olmaz. When işlənməz indiki bitmiş zamanla. What time işlənməz. Ona görə biz A-la B-ni çıxırıq. Burada what'un işlənməsi düzgün deyil. Ümumiyyətlə, what burada zaman ifadə edən bir zərf də deyil. How long ago-nun bu formada işlənməsi düzgün deyil. C variantı how long ancaq sadəcə